Hər kəsə izləyicilərimiz, bugünkü videomda sizinlə birlikdə məndən daha çox istənilən bir KSQ-lərdən olan 7-ci sinif riyaziyyatdan KSQ 6-ya müxtəsər vurma düsturlarına aid olan KSQ-mizə baxacağıq. Əvvəlcə başlamışdan əvvəl onu qeyd edim ki, son olan o 12 misalda bitir, amma mən oradan son 3 misalı silmişəm. Çünki o suallar digər siniflərdən götürülmüşdü və mən də bu səbəbdən də digər kanalların kopyası olmasın deyə öz hazırladığım hissələri sizinlə paylaşmaq istədim. Yəni ki, bir də onu deyim ki, balları siz əgər müəllimləriniz hesablasa 100 bala çatmama ehtimalı var. Ona görə də məsələn 5 bal, 3 bal eləyib bir-bir müəlliminiz özü onu 100 bala gətirə bilər. Həmçinin özünüzdə. Gəlin vaxt itirmədən dərsimizə başlayaq. Birincidə deyir ki, vuruqları ayırın. 64a-nın kvadratı çıx 49. Baxaq bunun həllinə. Burada 8a-nın çıxırıq 7-ni mötərizədə vururuq 8a üstəgəl 7-yə. Bu oldu birinci misalımızın həlli. İkinci misalımıza baxırıq. İkinci misalımızda isə verib ki, hansı doğru deyil. Burada siz baxacağıq C variantına. Burada doğru cavabımız olacaq C variantı. Nəyə görə? Baxın, A üstəgəl B-nin kubu düsturu, əgər müəlliminiz sizə yazdırıbsa və ya özünüz əzbərə bilirsinizsə, həqiqətən düstura bir də ona baxın. Çünki burada elə bir səhv eləyiblər ki, düsturlar bilirsiniz ki, müxtəsər vurma düsturları xüsusilə heç bir elə ki, bir nöqtə belə səhvi götürməməlidir. Yəni ki, burada doğru cavabımız olacaq idi C bəndi. Üçüncüdə deyir ki, M və N ədədlərinin fərqinin kvadratını ifadə edən variant hansıdır? Burada doğru cavabımız olacaq A variantı. Lakin qabağından çıx qoyulub, yenə də siz bilin ki, burada A variantıdır. Gəlin bunun həllini sizə göstərim. Üçüncü misalda M çıxılsın N-in kvadratı bərabər olacaq. M-in kvadratı çıxılsın 2mN üstəgəl M-in kvadratına. Yəni ki, bu da doğru cavab gələcək A variantına. Burada doğru cavabımız olacaq idi A bəndi. Keçirik dördüncü sualımıza. Deyir ki, hansı ifadə dəyişənin istənilən qiymətində müsbət qiymət alır? Gəlin bunun həllinə baxaq. Dördüncü sualda doğru cavabımız olacaq B variantı. 2x çıxılsın 3-ün kvadratı olmalıdır. Yəni ki, o da gəlir B variantına. Ona görə də götürəcəksiniz B-ni. Beşincidə deyir ki, nöqtələrin yerinə uyğun gələn bir hədləri tapın. Baxın, burada əmsalımıza, yəni belə deyək, hətta ifadəmizə diqqət yetirək. İki dənə ulduz verilir. Biz hər ikisinə bir nümunə götürməliyik. Gəlin bunun həllinə baxaq. Beşinci sualda götürəcəkdiniz 3n üstəgəl 6, 64m kvadratı. Bir saniyə, biz neçənci misaldaydıq? 5-ci misalda, bəli, 5-ci misalda elə D variantı olacaq. 3n üstəgəl 64m-in kvadratı. O da gəlir D variantına. Yəni ki, 3n birinci ulduzun yerinə, 64m-in kvadratı isə ikinci ulduzun yerinə. 6-cı sual deyir ki, vuruqlara ayırın. Çox asan misallardandır. Burada 81-də 16m-in kvadratı çıx 9n-in kvadratı verib. Biz əvvəlcə bu düsturdan istifadə edəcəyik ki, A-nın kvadratı çıxılsın B-nin kvadratı. Biz də bilirik ki, A üstəgəl B vurulsun A çıxılsın B bu düsturdur. İndi gəlin bunu yerinə qoyuruq. Mötərizə açırıq. 9-da 4m çıxılsın 3n vurulsun 9-da 4m üstəgəl 3n olacaq. Yəni bu da görək hansı variantı gəlir? B variantına. Doğru cavabımız olacaq B variantı. Daha sonra keçirik 7-ci misalımıza. Deyir ki, bərabərliyinə əsasən A-nı tapın. Gəlin biz indi bunun həllinə baxaq. Burada 125x-in kubu üstəgəl 216y-in kubu kimi götürəcəksiniz. Və burada siz A-nın kubu üstəgəl B-nin kubu düsturuna istifadə edəcəksiniz. A-nın kubu üstəgəl B-nin kubu düsturu da A üstəgəl B vurulsun A-nın kvadratı çıx AB üstəgəl B-nin kvadratıdır. Beləliklə də yekun cavabımız olacaq A bərabərdir 6y-a. 6y da B variantına gəlir. Burada da yeridə çıx qoyulub, amma yəni bilməliydiniz ki, burada doğru cavab B-dir. Şagird burada bunu səhv götürüb. 8-ci suala baxırıq. Deyir ki, çox hədlisini 2 hədlinin kvadratı şəklində yazın. Burada doğru cavabımız olacaq idi 8a üstəgəl B-nin kvadratı. Nəyə görə? Gəlin baxaq. 64a-nın kvadratı üstəgəl 16ab üstəgəl B-nin kvadratı bərabər olacaq 8a üstəgəl B-nin kvadratına. Ona görə də doğru cavabımız olacaq burada 8a üstəgəl B-nin kvadratı, yəni A variantı. 9-cu sualımıza baxırıq.
9-cu suala yaxınlaşdıraq. 9-cu sual deyir ki, hesablayın. Belə bir misal verib bizə. İndi gəlin biz bunun həllinə baxaq. 9-cu misalda siz əvvəlcə kəsr xətti çəkirsiniz və 14-ü olduğu kimi saxlayırsınız. 16-dan çıxarıq 12-ni, əvvəlcə tamları götürürük. Daha sonra 16-nın üstünə də 12 gələcək, düsturumuza əsasən. Biz də buradan gəlin 16-dan 12 çıxanda qalır 4. 4 nə? 4-ün yazırıq bunun altından, gördüyünüz kimi. Sonra 16-nın üstünə 12 gəlirik, o deyirik 28. 28 ilə yuxarıda da 14 var. 28 ilə 14-ü ixtisara aparırıq. Demək ki, daha sonra qalır 7. 7 ilə də, hələ ki bunu saxlayırıq, 28 də aparanda 4 qalır. 4-dən də aparanda ixtisar 2 qalır. 28 ilə də 4 qalır. Daha sonra 14-ün üstünə 7 qaldığı üçün 7 ilə də 28-i aparırsınız, qalır 1. O da bərabər olur 8-də 1-ə. 10-cu misala baxacağıq. 10-cu misalda nə deyirdi bizə? Deyirdi ki, 5a üstəgəl b-nin kvadratı ifadəsini 5a çıxılsın b-nin kvadratı ifadəsini çevirmək üçün birinci ifadəyə hansı bir hədlini əlavə etmək lazımdır. Burada doğru cavabımız olacaq idi -20ab nəyə görə? Gəlin həllinə baxaq. 5a üstəgəl b-nin kvadratı bərabərdir 25a-nın kvadratı üstəgəl 10ab üstəgəl b-nin kvadratına. O da bərabər olacaq -20ab-yə. Həmçinin biz burada 5a çıxılsın b-nin kvadratı da bərabər olacaq 25a-nın kvadratına. Ondan da çıxanda 10ab-ni, onun üstünə b gələcək, b-nin kvadratını gələcək. Yəni buna xüsusi diqqət yetirmək lazımdır. 11-ci sualda isə çox asandır. Suallardan indi deyir ki, k-nın hansı qiymətində 3 hədlisini 2 hədlinin kvadratı olar. Gəlin bunun həllinə baxaq. Belə bir düstur daha doğrusu ifadə verib 4x-in kvadratı çıx 24x üstəgəl k-ya. K da bərabər olacaq 9-a burada. Nəyə görə? 2x-dən çıxacaq 3 mötərizə bağlayacaq kvadratı yazacağıq. Daha sonra qalacaq neçə? 4x-in kvadratı. 4x-in kvadratından da elə ki çıxacaqsınız 12x-i. 12x-in də üstünə gələcəksiniz 9-u. Daha doğrusu 12x-i, o da yekun cavabı olacaq 9-a. Yəni ki, k bərabər olacaq 9-a. 12-ci misalda deməli deyir ki, x-in hansı qiymətində x üstəgəl 3 ifadəsinin kvadratı x çıxılsın 2 ifadəsinin kvadratına 65 vahid böyüdür. 12-ci misalda isə siz x üstəgəl 3-ün kvadratı bərabər olacaq x çıxılsın 2-nin kvadratı üstəgəl 63 kimi qurduq. İndi bunun həllində isə x-in kvadratı üstəgəl 6x üstəgəl 9 bərabər olacaq x-in kvadratı çıxılsın 4x çıxılsın 4 üstəgəl 63-ə. 6x üstəgəl 4x də bərabər olacaq 67 çıx 9-a. 10x də elə ki 6-nın üstünə 4 gəlir, eləyir 10. 10x də bərabər olacaq 67-dən 9 çıxırıq 58-ə. Onda da bərabər olur x də 5-dən 10-da 8-ə. Biz bilirik ki, elə ki tam ədədləri onluq kəsrə böləndə ortaya bir vergül atılır və həmçinin olur. Məsələn, 68-ə ona böləndə məsələn 6,8, yəni belə tapılır. İndi burada 58-dir, 58 də olur 5,8. Beləliklə bugünkü videonun sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi, like atmağı unutmayın. Sağ olun, salamat qalın. Daha çox abunə, daha çox həvəs.